Herkese salam dostlar. Bugün sizlerle beraber yeni gizemler hakkında bakacağız. Eğer siz de bildiğiniz bir gizemler varsa siz de yorumlarda yazabilirsiniz. İndi ise birinci gizemimiz ile başlayalım. İndi ise birinci gizemimiz buymuş. Deyirlər ki bazın katalogdan simgelerine bakandan sonra görünürmüş ki bazının simgeləri xarab olubmuş. Bilmirəm düzdür yoxsa səhvdir. İndi gəlin baxaq. İndi buradan bazımızı seçək. Bazımız buradadır. İndi son simgələrinə baxaq. Bu xarab olubmuş. Mesela bu simgesine bakın. Çok balacadır, həm də qıraqdadır. Bu da. Bu yaxşıdır, bu da. Buna baxın. Bu çox qəribədir. Onda isə birinci gizemimiz doğru imiş. Ona görə də like'ımızı yapışdırırıq. İndi isə dostlar, belə bir gizem var imiş. Əgər dostluq maçında, yəni burada dostluq savaşında hər yerə Gigi seçəndə, demək Gigilər bir-birimizə saldırmırmış. İndi biz bunu test edəcəyik. İndi isə mən bu gizemə baxdım. Deyəsən bu gizem videoda silindi. Amma yenə də bu gizemimiz də doğru imiş. İndi isə keçək 3-cü gizemimizə. Görək bu həqiqətən də doğrudurmu? 3-cü gizemimiz isə buymuş ki, hər karakterin kostyumsuz halında arxasında X işarəsi var. Məncə bu doğru olacaq, çünki bəzilərinə fikir vermişəm. İndi keçək məsələn Baz karakterinin kostyumsuz halı buradan seçmişəm. İndi çevir, bax burada da var. Bax qıraq hissədə görürsüz. Sonra bu hissəsində də var. Aha, arxasında da var. Demək sadəcə arxasında yox, qıraqlarında da ola bilərmiş. İndi isə məsələn keçək Mr. P-yə. Mr. P-nin kostyumsuz halına keçək. Bunda da var imiş həqiqətən də. Məsələn, hansı karakter keçə bilərik? Mesela buradan Gina'ya da baxa bilərik. Gina'nın arxasında yox, qarnında var imiş X işarəsi. Görürsən Squeak'da var. Demək bütün karakterlərdə yox imiş. Squeak'da yoxdur. Janet'da baxaq. Bir yerində uçmadıyan. Janet'da yoxdur, amma ayaqqabılarında var. Ona görə bu sayılır məncə. İndi Willow'a baxaq. Buna kostyumsuz halına girək. Willow'da da yox imiş. Sonra Lily. Lily'də də yoxdur. Bəs Mu. Baxaq. Bir Diansın yerində. Mu'da da yox imiş. Bəs indi bax təzə gələn karakterdə ola bilər görəsən. Bir dəqiqə yerində Diansın. Bu. Təzə gələn karakter Najia'da da yoxdur. Bəlkə Kose'də var. Bir dəqiqə Diansın yerində. Kose'də yoxdur. Və biz bu gizemimizə təəssüf ki doğru deyil. Çünki bəzi karakterlərdə var. O birisi karakterlərdə yoxdur. İndi isə keçək digər gizemimizə. Digər gizemimizdə deyirlərmiş ki Griffin arxasında Kotle'nin şəkli var imiş. Görək düzdür yoxsa səhv imiş. Bundan kostyumsuz halına girək hər ehtimala qarşı. Bir yerində Diansın bu. Bu arxada I love you yazılan yerə baxın. O Kotle'yə oxşamıraq elə bil ki. Yəni bundan əmin olmadığım üçün yenə də dislike'ımızı atırıq. İndi isə keçək 5-ci gizemimizə. İndi görsən 5-ci gizemdə nə olacaq? Hamımız bir yerdə görəcəyik.
İndi isə digər gizemimiz biraz böyle qəribəymiş. Mən indi baxdım. Deyək ki, qəribəymiş, amma dəqiq bilmirəm, yəni baxmamışam. İndi isə deyir ki, Daryl'ın arxasında bizə baxan bir göz var imiş, amma qapalı. İndi isə girib buna baxacağıq. Bunun kostüm salına girək. Kostümlü onda var görsən. Kostümlü onda yoxdur. Ona görə də kostüm salına girək. Baxaq. Burada göz var. Həqiqətən. Bu Daryl'ın öz gözüdür. Burada da onun digər Daryl'ın 2 gözü var. Oyda. Buna həqiqətən də like'ımızı yapışdırırıq. İndi isə keçək 6-cı gizemimizə. Görək indi başımıza nə gələcək. Bu gizemimizdə də belə deyirlərmiş ki, Bull karakteri yoxdur. Bull karakterinin saçı qara olsa da, o əslində simgələrində, yəni nəsə də simgələrində saçı bənövşəyə görsənirmiş. İndi də biz buna baxacağıq. Bunun kosmik salına çeşitli gördüyünüz kimi. İndi isə bunun bu hissədən həqiqətən də. Baxın buradakı şeyində. Həqiqətən də. Baxın burada bənövşə saçlı, amma biraz da maviyyət var elə bil ki. Hə, burada da qara saçlıdır. Görəsən bunu niyə belə eləyirlər? Bu gizemimiz de doğru olduğu için buna da like'ımızı yapıştırırıq. İndi isə keçək o birisi gizemimizə. Bu gizemimiz de çox qəribə gizemiymiş. Əvvəllər yəni bilirdiniz yəqin ki, Spike'ın corabı var idi. Harda var idi, hər yerdə var idi Spike'ın corabı. İndi deyir ki, yeni gələn Nadia karakteri var ya. Onu belə çox belə elədiyimizdə Spike'ın corabı var imiş. Həqiqətən də var. Bayaq gəldi. Bu Spike'ın corabı niyə hər yerdədir? Və təbii ki, buna like'ımızı atırıq. İndi isə digər gizemimizə keçək. İndi görək bu gizemimiz necə olacaq. Bu gizemimiz isə Coletta karakteri var ya. Coletta karakterinin şeytan kostümündə. İndi Coletta'nın şeytan kostümünə giririk. Burada şeytan kostümü yoxdur, iblis kostümü var. İndi bu kitabın içine baxacağıq. İçində həqiqətən də emojiler və simgelər varmı? Var. Hə, var. İçində emojiler və simgelər var. Demək bu düzənimiz də doğru imiş. Bunu da like'ımızı atırıq. Və bugünkü videomuzun sonuna gəlirik. Eğer bu videomu beğendiyse like atıp abone olabilirsiniz.